Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Gördüğünüz kimi bu günləri Bərdə mal bazarına çəkiliş edirik. Ağsaqqalım belə bir inəyi var, ikinci qarındır. Bunun sütü nə qədərdir? Nə var? 10 litre. 10 litr. Balası neçə günlükdür? 5 günlük. 5 gün. Böyle aynı neçəsi? 23'ü 24'ü. 23 olmalıdır. Ya 24'ü. 23 may 2025'ci. Qiyməti nədir onun? 3100. 3100. Ne gözü? Balası neçə günlük oldu? 5. Süt bulama. Yok, körük sütü. Çönmüş südə. Ne gözü? Allah xeyirli bazar versin. Kardeşim var belə bir inəyi var. Gördüğünüz kimi. Balası erkektir. Bu da döştü. Qaqa bu neçənci qarındır? Bu 4. balası. Qiymət də 4200. 4200. Bunun balası neçə aylıqdır? Sağlık. 3 aylıq. Allah bağışlasın. Ha, heyvandan olan şeydir qaqam. Bunun sütü nə qədərdir? Şuradan ol, ondan yukarıda. Yenidən nə qədərlik boğazdır? Aprelin altında da bu sürüm alem oldu. Aprelin altında suyunu maylam. Qiyməti 4 neçə? 4200. Hara malıdır? Mal tərtər mal. Qəhrəman tərtər. Salam olsun. Allah xeyirli bazar versin. Boy neçə sənindir? Başını sağ olsun, ha gündüz. Ağsaqqalım bax belə. Yəni balalı, erkək balalı. Bunun neçənci qarındır bu heyvan? Bunun 6. 6-cı qarın. Allah sən canını sağ eləsin. Çox insanlar 8-ci qarına deyir, 3-cü qarındır. Ha, yok, məndə nədir? Yox. Ümumiyyətlə deyirəm, 8-ci qarın doğub, 10-cu qarın doğub, deyir 2-ci, 3-cü qarındır. Eşmən yox, onu orada yazırlar. Ha, deyirsən ki 6-cı. Nə var onu deyirsən, Allah canını sağ eləsin. Sütü nə qədərdir bunun? Ancaq 9. Balı ilə Balasından sabah yok. Yaxşı bak. 9 litr verir. Canısı. Balası nə qədərlikdir? Ancaq 1 ay. 1 ay 10 gün. Bir aylıq. Qiyməti nədir? Bu 2500. Ne bu birisi de? Bu neçənci qarındır? 14. balası. 4. Balası nədir? Dişi? Bunu balası şey. Nə qədərlikdir onun balası? Bu da elə ancaq 1 ay. 1 aylıq. Dosta qanıza verməli erkək balalı. Bu da çevriyyət. Onun qiyməti nədir? 21'e. 2100 manat. Öz qapılı malları, sakit mallar, kuzu kimi. Qalacaq uşaq salsın, böyük salsın. Hardan gətirsən bunları? Tərtərdə. Qəhrəman tərtər. Salam olsun. Qardaşım bax belə yəni balalı heyvanları var. Balası erkəkdir. Bunun balası neçə aylıqdır? 3 aylıq. Hara malıdır bu? Qəhrəman tərtər. Salam olsun. 3 aylıq. Sütü nədir bunun? Bağlamağa qaylardı, nə tut atlayır. 7, Bağlama bir dəqiqə saxla gəlir. 10 ənkidir.
Niye böyle ağırlıktı? Qaqa. Saçım edeyim. Bakmak lazımdı. Bu ne sence karındı? 5. Balası nedir? Bol erkekti. Sütü ne kadardı bunun? 10 litre. Kıymetleri? 2000'den ikisini de verirsiniz. Yəqin ki öz qapı malın olar. Tərtərin hansı kəndi? Dəmirçi? Allah xeyirli bazar versin. Yəqin ki videolarımıza baxırsan. Elə ekranda da səni saxlayacağım, baxarsan özünə. Xeyirli olsun. Nesə? Niye 59? TikTok'ta gelirsen? Öpürəm səni, var olasın. Ümumiyyətlə mal bazarının videolarını TikTok izləyicilərimizə də çatdırırıq ki. Yani YouTube'da başqa onu bir yerdə paylaşmırıq. Sırf YouTube'da paylaşırıq. Allah xeyir versin. Kardeşim bak belə bir nəyi var, yəni balalı. Dişi balası var. Neçə aylıqdır bunun balası? 2. Heyvan neçənci qarındır? 3. Tərtər malıdır? Gələn boy. Hansı kəndi? Xan Qərbənd. Sütü nə qədər? Bala ilə balasız? Balasız. Yem verirsən? Göydən 6 litre. Yem verirsən nə qədər verər? 10. Qiyməti nədir? 2500. Alıb satansan yoxsa öz malın? Xeyirli olsun. Balası 2 aylıq da. Maylanmayıb yerindən. Xeyirli olsun. Ne kadar sütü var? O çeşit olur. Kardeşim bak belə nəhləri var. Yəni balalı. Bu oğladı. Kanka bu nasıl ortulu belə? Erkekte balası var. Bunun sütü ne kadardı? Balıyla balasız. Balası neçə günlükdür onun? Balası hardasa var da qardaş, balası büyüyündən hardasa 15 gün. 15 gün. Sütü 12 litre. Neçənci qarın? Üçüncü var mı? Üçüncü. Qiyməti nədir? 3700 var. 3700. Babı boza qulağı neçə deyirsən? Bozan qulağda 2600 var. Balası nədir bunun? Onun qiyməti nədir? Qaqa, onun qiyməti nədir? 26'ya. Sütü nə qədərdir onun? Səhər axşam 10 litre. Səhər axşam 10 litre. Balası da neçə günlük? Balası da... Sen gelin çıkalacak yok. Yolumuzun ağzı. Yolda görüşü çekiyor. Üçüncü qarın, erkəkdə balası var. Bunu 26'ya dedir.
Pazar olsun. Tamam kardeşim. Kardeşim o böyle çerçeveleri var. Mesela ne burada? 37 tane. 37 tane. Erkeğin dişine kadar. Ha? Çok erkek. Kıymeti ne çeynəndi? Yemek 950 lira. 950. Bunlar neçə aylıqdır? 10. 10 aylıq. On aylıqdır. 950 950 ilə dedi. Aşağı yere bak. Çomal olsa neçə ilə verərsin? 9 lira verirler. 900 ilə verərsiniz. Ünvan da Berder alırım ben hemşerim. Erdal Ağa'nın Ləmbələn kəndi. Allah xeyirli bazar versin. Çok sağ ol. Bazarın olsun. Bax belə erkəklərdir. O yekələr neçədir? Yekələr. 13.50 ilə. Kişilere ne verdin? Şu zarfı. Olan hayvanları çekeceğiz sizler için bakasınız. Dişilerdir mi? Gördüğünüz gibi. Hamısı dişiler. Neredeyse ne? 5 alacağım. Hamısı dişi. O mat yok. Sadece saklama o. Bonkör mü? Ha, kalamın tadını hiçbir aynı Diyor ne yapacaksın? Pazar olsun. Deseylendi bunlar üst üste. 1000 manatla. 1000 manatla. Kalamın ya çola gördüğünüz. Tadını Yok. Hamısı dişiler. Ne özgüsünden ayrılmış kanatsalar. Hepiden göre Allah yakışmak. Yok yok. Allah yakışmak. Allah sağlığından da yaksın. Yolu hep bana bırakalım.
Yarısı yoktu burada. Bunun kıymetini öğrenmem lazım. Deməli dəyərli izləyicilərimiz uzarda kəsimlik qanalarımız var 34 baş. Belqalov, Gelford hayvanlarda. Videonun arkasında yerləşdirəcəyik, bakarsınız. Sonra uzarda camış 40 baş və Ünəhrizlərdə 60 neçə baş heyvan olur. Onu yerləşdirəcəyik. Salam aleyküm. Sabahınız xeyir, bazar olsun. Neçəyləndi bunların qiyməti? 1800 ilə. Allah xeyirli bazar versin. Neçəyləndi baba? 1350. Pazar olsun. Neçəyləndi gözəl qaqam? Her kıymete. Üst-üstə çom. Çom. Çom 16 yarım. Bazarda alıcılıq nətərdir? Yine de. Allah xeyirli bazar versin. Allah işleri o güzel Allah hem eşyalerinden Allah o cümle Allah xeyirli bazar versin. Danalar sənin də Ağsaqqal. Pazar olsun. Neçəyləndi qiymətdə? Ha? 1350 ilə. Nə var, nə yox? Alıcılıq nətərdir bazarda? Zəif. Allah xeyirli bazar versin. Neçə dənə maldır? Da belə tək-tək neçə alır? 12'ye 13'e 14'e varım var. 15'e de var. 15'e. Ne sabah açtı burada? 17. Allah hayırlı pazar versin.
məndən mal alsan. Bura nə mən bir hafta var, var. Malım elə qiymətli deyirəm, hə? Deyəməm. Bir tane güzel kardeşler, bugünlük yere Bərdə Mal Bazarına videomuzu yekunlaşdırırıq. Videomuzun arkasında videolarımız olacak. Kaçırmayın. Çalışın YouTube kanallarımıza abone olup like vermeyi unutmayın ki sizler için daha da muhteşem videolar çeker. Çalışıp bu hafta her bazarlardan kadın vereceğim, çekeceğim. İnşallah ki yaxşı olar. Allah xeyirlisini eləsin. Allah hər birimizin ruzu bərəkətini bol eləsin. Millətini, xalqını qorusun. Günlük Bərdə bazarından bu qədər. Hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bax, yeni mallarımız gəldi. Simentaldır, bax, ağ kiprik qan özü. İkisi bax böyle böylədir. Üçü böyle. Simentallarımız 1100'den. Sonu. Deməli bozaq qulaqdır, angustur. Burada qardaş 800 manatdan başlayır. Bax 800 manatdır bax. Bax bu. 800'den başlayır 900'e kimi. Ünvanımız Ağdamların Çoğulan kəndi. Əlaqə nömrəmiz 050 571 71 57. WhatsApp'da yazırsınız. Mən məsəl üçün simentalı istəyirəm. Bu simental bir aylıqdır, o birisi ay yarımlıqdır. Burada 25 günlükdən ay yarımlığa qədər. Buyurub baxa bilərsiniz. Hal-hazırda çöldə ot yeyənlərimiz var 9 dənə. Bax, angusa baxın. Ay yarımlıqdan düz 25 günlükdən düz 5 ayına kimi olan danaçalardır. Əlaqə nömrəsi 050 571 71 57. WhatsApp nömrəsindən əlaqə saxlayın. Değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi xoş gördük. Bax, belə görürsünüz. Otuqmuş 25 günlükdən ay yarımlığa qədərdir. Bax, ot yeyirlər gözəl qardaşlar. Qiymətləri 800'den 1000 manata qədərdir burada. Səhifədə də ki nömrəmiz var 050 571 71 57. Qəşəng bax belə. Bozaq qulaq, angus, simental bax. Gözəl qardaşlar. Burada 25 günlükdən ay yarımlığa qədərdir. Qiymətləri 800'den 1000 arasında dəyişir. Ot yeyənlərdir. Bax, buradakiler ot da yerlər, süd də içirlər. Amma çöldə simentallarımız, anguslarımız 4 aylıq, 5 aylıq. Bax burada. Bax, simentaldır. Angustur, simentaldır. Qiymətləri 1100'den 1200'e kadar. Simentallara bakın. WhatsApp nömrəmiz 050 571 71 57. Otuxurlar, baxın. Bax mənim qardaşım. Bax gör nə heyvanlara bax. Hamısı da sağlam. Bax, gözəl qardaş. Gəl ürəyin istədiyində seç, apar. Hamısı sağlam, bütün vaksinləri də vurulub. İndi arxadan çəkəcəm, bax. Bax mənim qardaşım. Heyvanın əsas ayaq biləkləridir. Arxası enli, qəşəng ət yığan heyvanlar. Buyur bax. Salam değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi xoş gördük. Bugün 13 maydı da həmin. 13 may 2025-ci. Ucarda bax belə kəsimə gedən danalarımız var. Maşallah olsun. Diri çəkisi 600, 550. Yani kardeş, hal-hazırda heyvanlarımız ucardadır.
Hamısını çəkəcəm, baxasınız. Gözəl qardaşlar. Hal-hazırda tam ətraflı çəkəcəm. Buyurun baxın, həqiqətən gözəldir. Heyvanlarımız uzardadır, gözəl qardaşlar. Süperdir hamısı. Partlama kök. İçində yetişməyənlər var, yəni onların hələ satışı yoxdur. 34 baş, bax belə kəsimə gedən Gelford belqaloflarımız var. Hal-hazırda. Ucardadır. Əlaqə nömrəsi 050 571 71 57 ilə əlaqə saxlayın birbaşa. Göstərəcəm hamısını sizlərə. Bax bu gördüyünüz qardaş da əziyyətini çəkən qardaşdır. Allah canını sağ eləsin hər birini. Bunlar paşducu 8 ayda yeyirlər. 8-9 ay. Hamısı partlama köktülər. Hamısını göstərəcəm sizlər üçün. Baxasınız. Maşallah olsun. 30 neçə baş idi? 34 başdı. Hamısı qəşəng. Hökəlif, gözəl. 34 baş heyvandır. O izdə də var, göstərəcəm onları da. Əlaqə nömrəsi, WhatsApp nömrəsi 050 571 71 57. Gözəl qardaşlar, qapanla ajqarına 7 manat 20 qəpik. Diri çəkisi. Ajqarına elə bir 7 manat 20 qəpik diri çəkisi. Hal-hazırda hamısı da partlama faiz verən heyvanlardır. Yəni bunu kəsən adam bilir ki, bu heyvanlar hamısı faiz verir. Qəşəng də kökəliflər. 34 baş heyvandır. Hamısı faizli heyvanlardır, gözəl qardaşlar. Bizlə əlaqə saxlayırsınız birbaşa. Hamısı Qazaxıstandan gələn heyvanlardır, gözəl qardaşlar. Bax bu gördüyünüz heyvanlar. Baxa bilərsiniz, 8 aydır yeyir içəridə. Bu yüzden bunun neçəsi var. Bax. Baxın gözəl qardaşlar. Hamısı faiz veren. Bakın. 34 baş heyvandır. Diri çəkisi 550, 600, 650.
faizli heyvanlardır. Heyvanlarımız uzardadır. Uzarın dört yolunda. Bax, əlaqə saxlayın gözəl qardaşlar. Birbaşa mən nömrəsini verəcəm ağsaqqalın. Düz asfaltın paşlı yolun qırağındadır ferma. Otuz dört baş heyvandır cəmi. Salam değerli izleyiciler, her birinizin her vaxtınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayırıq. Gördüğünüz kimi biz bu günləri Qəhrəman Tərtərdə, bax belə, Boğurdaqda camış kəlçələri var. Ay maşallah olsun, həqiqətən də doğrudan da gözəldir, gözəl qardaşlar. Qapanla satılır. Bax gördüğünüz hamısı camış kəlçələridir. Deməli, gözəl qardaşlar. Hal-hazırda üç, dört, beş, altı, yedi, 8, 9, 10, 11, 12, 13, 15, 16 dənə. Qapanla verilir qardaş. 6 manatdan. Dili çəkisi. Kesilir indi qabaq tərəfdən də çəkək. Qardaşın əlaqə nömrəsini qeyd edirik birbaşa. Qardaşla birbaşa əlaqə saxlayırsınız. Gözəl qardaşlar. Baxın. Hamısındakı partlama kök. Deməli qardaşın nömrəsi 050 665 62 66. 16 dənədir gördüyünüz kimi. Hamısı da partlama kök. Qapanla 6 manata. Həmən nömrənin WhatsApp'ı da var. Qardaşla birbaşa əlaqə saxlayırsınız. Gəlirsiniz, baxırsınız və kom şəkildə də satılır. 16 baş heyvandır. Keçirik qabaq tərəfindən çəkəcək. Baxın. Gözəl qardaşlar. Ünvanımız Qəhrəman Tərtərdə. Bu günləri qardaşın heyvanları, bax burada hamısı göz qabağında. Heyvanlar hamısı balıq kimi, qəşəng partlama, kök. Allah alana da, satana da xeyir versin. Sabah inşallah bunu Bərdə mal bazarının videosunda da verəcəyik. Baxarsınız. Bölüm 1-i may. On 16 baş heyvandır. Hal-hazırda Qəhrəman Tərtər.
Hamısı da partlama köktü. Kardeş bu videonu bize atmıştı. Bu videoda danışmamıştı. Güzel kardeşler. Hamısı bak erkekti, erkekli dişilidir. 16 baş heyvandı. Biz orada nömrəni də dedik, kardeşin nömrəsini. Mənim gözəl kardeşlerim. Deməli 050 665 62 62 66 kardeşin əlaqə nömrəsidir. Birbaşa zəng edirsiniz gözəl kardeşler. Ünvanımız Qəhrəman Tərtərdə. Eşq olsun xalqıma, millətimə. Allah xalqıma, millətimi qorusun. İnşallah da güzel videolar sizler için gelecek. Sağ ol, başına dönüm. Sen ne tersen? Allah hamınızın çöreğini versin. Şimdi burada da çörek var. Şimdi bak gör bu çöreğe. Kameranı aç. Kameranı. Salam değerli izleyiciler. Her birinizin, her vaktiniz xeyir, her birinizi hoş gördünüz. Bu günlerde Ucar rayonunun ne kendi? Genelbari kendinde bak böyle camışlar, camış mutaları. Opşum nese başlı burada mallı zattı. 45 tane camış malıdır. İrili xırdalı. 21 başta inek malıdır. Kom şəkildə satılır gözəl qardaşlar. Bax, hal-hazırda bu camışlardan yəqin ki sağlamları var. Sağlam da var, yetirən də var. Qardaş bunun hamısını kom şəkildə satır, təcili satılır. Deməli gözəl qardaşlar. Kom şəkildə. Bunu elə bir camışı ayrı, inəyi ayrı satmaq olar. Hamısını kom şəkildə. Ferma öz fermasının malıdır. Yəni qardaş hamısını kom satır. Kom belə gözəl qardaşlar 100.000 manat deyilir. Camışlı, mallı. Hal-hazırda gördüğünüz camış burada yani qapıda da var. Yani buradakiler camışlardır. Çölə çıxan bunlardır. Qapılar xırdaları da var. Keçənilki balalar erkek danalar. Erkek dana neçədən olar? 2 dənədir. Bunların bu inəklərin sağlanı var. Ne kadar süt verir o sağlamlar? 4-5 litre süt verir. Deməli gözəl qardaşlarımız. Hal-hazırda bu camışların en kocası neçənci qarındır? Neçənci qarına qədər? En uzağı 6-7 qarın doğanlardır. Bunu 100.000 manata deyirsən də kom şəkildə. Yani onsuz da bunu alanla satan arasında bir razılaşma olur. Güzel kardeşler. Alan gelsin razılaşarız. Hal-hazırda 60 baş dedim. 66 başlı irili xırdalı. 100.000 manata deyilir. Yani aşağı yukarısı var. Camışların en çok süt veren ne kadardır? Burada 8 litre süt verenin var da hani. Aha 2 dənələr, ha. Aha. O neçə litre süt verir o 2 dənələr? Aşağısı 7. 6-7 litre. Mayın axırında doğacaq. Hamısı sütlü mallardır. Əlaqə nömrəni denən mənim qardaşım. Elə qoy izləyicilər WhatsApp nömrəni, yəni işləyən nömrəni. Buradan vurğulayaq. 050 050 bəli. 546 546 01 01 88 bəli bu şimdi. WhatsApp'ı var onun.
WhatsApp 070 WhatsApp 070 nədir? 070 919 919 37 34. 37 34. Yenə var. Yəni istəyən qardaş gəlsin, qardaşın öz fermasının heyvanlarıdır. Südlü qəşəng camışlardır. Yəni kim alsa 20 dənə mal heyvanlı, inək heyvanı. 21 dənə. 66 başlı. Qalanlar camış heyvanıdır. Qabaqdan da çəkəcəm baxın. Bax bu da inəklərdən də var burada. Arkada da var inəklərdən. Hal-hazırda. Yəni səfərləmə heyvanlar yayılıbdır. Otlayırlar deyin, gör nə gözəl yerdir. Sahədə bax belə otlayır heyvanlar. Heyvanlar da ki 4-5 litr. O erkek bala dedi, erkek dana dediğin ne sağlıktı? Yaştan yukarı olan da var, 7 aylık da var. İnəklər hamısı balalıdır. 6'sı balalı, 2'si boğaz. Qalanı be? Subaydı. Erkek dana da var. Buzorlar dişi danalar da var da karış kuruş yani. Opşu sayı 21 tane. Opşu sayı 21 dənədir. Buzorlu zadlı 21. 20 kırdalı. 20 xırdalı 21 dənədir. 45 dənə camış malıdır. Camışın içində neçə dənəsi bax bugünkü günü sağlandı. 12 tane sağ. 12 dənəsi sağılır. İkisi nağda getirip o birler de mayın akıdı. İkisi üçün getirib, o birilər də mayın axırı doğacaq. Yani sıraganda biri doğu. Sırağa gündə biri doğub. Doğuş başlayıp. Bir də bir sual verəcəm. Bu camışların neçəsi ana camışdır? Opşu saymak. Diğer belə bilmirəm ama diğer saymak lazım. 20'den yukarıdır. 20'dən yuxarı ana camışdır da. 20'dən yuxarı. Bu da keldi. Çaldı bu. Neçə aylıqdır bu? Bir yaş var. Yaştan kötü. Yaşdan keçir. Toxumluq. Tumluqdur ha. Akmıyorum mallar. Elə bir dənə budur tumluq içində erkək. 2 tane hediye olmuşsa sattım o dayanmıyor. O birisini satdığınız dayanmır. Bunların südü necə? Ama özü bir ay yarımlık falan. Baba gördüğüm bir camış. Ay yarımda doğub ha. Aha. Südü qarnı. Camışın kəsəs gördü də görməsə. Bizde de şerait yok. Buradan camış Bir də qardaşım, bunu satmaqda yəqin ki fikrin ciddidir da yəqin. Elbette dünya olmadı demez. Bunu satmaqda məqsəd. Baxın bu- Reaksiyon olur ki, vanın axırımız yoxdur. Özüm 3 ildir bunları özüm güdürəm. Amma bu çöldə. 3 ildir özün güdürsən. 3 ildir özüm güdürəm. Güdən yoxdur. Sonra sağan da yoxdur. Sağda tapılır. Mən təkəm, çatdıra bilmirəm. Tək adın sət çıxmaz. Yəni bunun altına da özüm baxıram. Otuna da özüm baxıram. İndi bax ot alınmalı, gəlib sahələrə gəzməliyəm. Bunları qopub gedə bilmirəm. Bir nəfər lazımdır ki bunlara baxa. Bəli, kömək lazım yox. Bəli qardaş. Mən də yoruluram da, çox yoruluram. Özüm də yoruluram. Saxlayacağım, yəni bunların sizin 3 dənəsini saxlayacağım özümə, qalanı qoyacağım. 3 dənəsini saxlayırsan. İndi bəlkə indi alan adam dedi ki mən hamısını alıram qardaş. Heç. Yox, mən dediyim sayda 4 olmuşdu. 66-dan əlavədir bu 3 dənə. Sən 66-dan əlavə 3 dənə Mən 10. satdıq olan malım olmalı 72 başlı. Onun 6'sını saxlayıram ana bala özümə. 72 başlı 6'sını saxlayırsan özünə. Ana bala 3 ana 3 bala özümə saxlayıram. 66'sını satıram. Ha, nə gözəl. Çünki biz özümüz yavuş əvəzlər. Həm də ki camışın ağacını xoş deyirik. Onun dərdindən bir saxlayırıq bu malları. Yoxsa ki indi buramı camış saxlamaq çətindir. Vurmağı zalı necə buna? Baba geldim bunu baba gördüm ki. Bu yıl nə qədər vaxt avcı? Hadi sen bir açarsın. Maydon bekle olmalı. Onun özü de boğazdı. Yine de o da. Mənim bir qonşum Mayın axırı olcamışdı o mallar. de o ha. Yani çoxsu mayın axırı mayda bunlar doğub tutaraqlar. Keçən olacaqlar. Bunu elə bir ki, yəni belə tək-tək yəni satmırsan da. Pulu dağılacaq. Kom satmaqda fikrin oldu ki, yəni kom satarsan.
Bəli. Çek əldə çəkmişəm. Neçə ildə artırıb, bəhrində görəsən. Allah ruzi bərəkətinizi versin. Gözəl qardaşlar. Vallahi yəni dosta qardaşa veriləsi heyvandır. Qardaş özü də. Aldır, saf mallar da. Yəni alver, nə bilim bu yox. Yəni birbaşa öz malıdır qardaşın. Öz bağlarında seçib saxlar. Çeşmə hamısı dənə və dənə qardaşın öz təsərrüfatıdır. Yəni bunun içində çıxdaş olan bütün nə varsa hamısını yəni Yox, cəbədə çıxdaş mal. yoxa çıxardıb qardaş. Yəni qoca mal yoxdur. Nə elə olsun. Problem mal yoxdur. Burada da bir də Yəni gəlin, baxın. Deyirik 66 başlı inəkli zaddır. 45'i camış heyvanıdır, 21'i inek heyvanıdır. 100.000 manata deyilir, indi aşağı yuxarısı olar, qardaşlar danışın. Südləri də ki, nə bilim, yəqin ki, neçə litrdən başlayır. Adem Allah bu da yəni yeməkdən asır. Bax Yox. gördüyünüz yerdə otururlar. Aşağı 4-5 süt verirlər, amma qapıda otlarım verirəm. Yem verirəm, yalan deyirəm. Yem versən nə qədər? Yem verirəm, vaxtında yaxşı süt verirəm. Çatdırıb verə bilmirəm. Bütün gün çöldə olan. Qapısına gedib başlarını bağlayıb. Əlaqə nömrəsi 050 qardaşım, bir daha vuruyuram. 050 Ha, 546 546 0188 və 070 WhatsApp nömrəsi. 919 37 34. Buyurub baxa bilərsiniz. Ucar rayonunun Gəraybəyli kəndi. Aynı nəsə əlavə eləmədiyin sual varsa, yəni edə bilərsin. Xeyirli uğurlu olsun. Allah xeyirli bazar versin. Bax gözəl qardaş. Bax. Düyələr də bax bağlayıbdı ki, bunlar burada. Bunlar erkəkdir. Həmən o 66 başın içində. İndi o biri xötəklərini də çəkəcəyik, baxasınız. Bax ki, bunlar burada kim bağlayıb ki? Təzə bağlayıb. Bu da erkəkdir, biri. O biri erkək də budur, hə? Bax, bu da erkəkdir. Burada deməli neçə baş var? 6 baş. Gözəl. Hamısı onun içindədir. Bax, bunlar sağlamların balasıdır, bax. Gözəl insanlar. Bax, bunlar sağlamlar, o çöldə olan sağlamların balasıdır. Sahədə çəkdiyimizin. Burada neçədən nədir? 11 dənədir. Cəmsi 66 baş heyvandır. Buradan başqa yer də var. Çöldə var, o illər çöldə. İlləri çöldədir. Onları da göstərəcəyik. Burası budur, hə? Biri burada. Sırağa gül olan. Ne gözəl. Erkəkdir? Dişidir. Bu da erkəkdir. Bu neçə günlükdür? Bir aylıq. Gözəl. Deməli gözəl qardaşlar. Bunlar da keçənkidir, qurulanlar. Bax, o hamısı o gəlmiş heyvan analarının yanında olan çəkmişdik sahədə. Bax. Onların yəni balaları keçənki. Bu ilkilər də çəkmişik. Opşum qardaş 66 baş heyvandır. 21 dənəsi maldır. İnək malı. 45 dənəsi camış malıdır. Allah xeyir versin. Belə də 100.000 manata deyilir. Opşum razılaşma yeri var.
Allah xeyir versin. Çox. Qardaş, nəsə əlavə sualın varsa buyur. Allah xeyirli bazar versin. Əlaqə nömrəsi də ki orada var.